anda ölkədə çox ciddi bir ajotaj yarandı. Doğru. Və hamı da belə fikirləşdi ki, bunun arxasında çox ciddi qüvvələr durur. Ramiz Mehdiyevin Rusiya bağlılığı sir deyildi və Ramiz Mehdiyevin son dövrlər akademiyanın prezidenti olsa da onun olduğu mövqe onu qane eləmirdi. Ambisiyoz adam idi. Eyni zamanda nəzərə ala ki, ayrı-ayrı dövlətlər, o cümlədən Rusiyanın Azərbaycanda öz maraqları var ki, bunlar hakimiyyətə özlərinə daha yaxın adam gətirmək istəyirdilər. Azərbaycanda hakimiyyət dəyişmək üçün Rusiyanın müəyyən layihələrin olması istəyirdi. Tək Azərbaycan yox, ümumiyyətlə ətraf bölgədə istər Cənubi Qafqazda, istər Orta Asiya Türk Cümhuriyyətlərində, o cümlədən Moldova olsun, Ukrayna olsun, digər ərazilərdə Rusiya öz təsirini saxlamaq üçün təbii ki, hakimiyyətə özünə yaxın adamları gətirməli idi. Təbii. Və Ramiz Mehdiyev də Rusiyanın buradakı əsas təmsilçisi qismində çıxış edən adam idi və Ramiz Mehdiyevin vurulması bir növ Rusiyanın vurulması kimi qiymətləndirilməli idi. Ondan sonra deməli, bizim mövqedə də belə oldu ki, istintaqın gedişini gözləmək lazım. Çünki Ramiz Mehdiyev həbs olunandan sonra bir müddət sakitçilik oldu. Doğru. Bir müddət sakitçilik oldu və bir müəyyən qədər də bir qeyri-müəyyənlik yaranmışdı. Onda da bizim mövqe belə oldu ki, bütün hallarda biz istintaq orqanlarımıza dövlət təhlükəsizlik xidməti aparır bu işlər. İnanırıq, ona görə istintaqın gedişini gözləmək lazımdır. Çoxlu adlar çıxacaq. Ondan sonra görürsünüz, Abbas Abbasovun, digərlərin adları çıxdı. Mən hesab edirəm ki, hələ bu proses xeyli gedəcək. Xeyli araşdırmalar gedəcək. Yeni adlar çıxacaq ortaya. Ona görə də mən düşünürəm, istintaqın gedişinə nəzər yetirmək lazımdır. Onda yeni həbslər də ola bilər. Düşünürəm ki, yeni həbslər də ola bilər. Bütün hallarda, yenə deyirəm, istintaqı işinə qarışmaq düzgün deyil. Amma çox maraqlı bir məqama toxundunuz ki... Və müəyyən də nüanslar da göstərildi. Bəli. Misal üçün, Ramiz Mehdiyevin evində milyonlar digərməzdir. Bunun təəccüblü, cəmiyyət üçün də təəccüblü deyil. Ramiz Mehdiyevin tutduğu mövqe, onların şaxələnmiş şəkildə ayrı-ayrı sahələrə, o cümlədən biznes sahələrə nəzarət eləməsi, əl qoyması sir deyil. Bunun ailə üzvlərinin adını deyək ki, hektarlarla yerlər var idi, obyektlər, o biri, bu biri. Yəni, bəlkə də hələ nə qədər də pullar var ki, evində saxlanır. Ona görə deyirəm ki, hələ çox, deməli, mən düşünürəm ki, bu xəmir çox su aparacaq, çox şeylər üzə çıxacaq. Burada söhbət, deməli, milyonlardan getmir, söhbət milyardlardan gedə bilər. Və deməli, istintaqın gedişi nəticəsində hər şey aydın olacaq. Ona görə düşünürəm ki, 4 ildə, 4 ayda yenə də həbs qəti imkan tədbiri müddəti artırıldı. Bəli. Ona görə səbirlə biz istintaqın gedişini gözləməliyik, zamanı gözləməliyik və hadisələr bir-birinin arxasınca deməli, coğraf ilməsi kimi açılacaq. Doğrudur.